11 ildə ailəliyəm, övladımız olmurdu. Həkimin yanına gedirdik, müalicə alırdıq. 1 il, 2 il, 3 il müalicəni davam etdirdik. Sonra qaynatam hər həkimə gedəndə başladı deyinməyə. Pulumuz boşuna gedir, olmursa olmur. Day niyə gedirsiniz hər həftə? Amma biz isə müalicəni dayandırmadıq. Şükür Allaha ki 9 ildən sonra qızım dünyaya gəldi. Qızım doğulanda yoldaşımdan başqa heç kəs yanımızda olmadı. Çox pis olmuşdum, ağlamışdım. Xəstəxanadan çıxıb evə gəldim. Qaynatam başladı deyinməyə ki, bir evin pulu getdi. Hamısı sənə görədir, pis sözlər deyirdi. Qaynanama deyəndə ki, dava salır. Əsəbdən də xəstəlik tapmışam. Hər dəfə arxamca deyinir. Bir gün mən də dayana bilməyib ona cavab qaytardım. Mənə görə yox, neynəmisənsə, oğluna görə etmisən. Qaynanama da deyəndə deyir, neynək xəstədir, qoy nə deyir desin. Atam gilə də deyə bilmirəm ki, gəlib məni apararlar. Oysa ki, hamı məni çox istəyir, qohum, qonşu, hamı çox tərifləyir. Təkcə qaynatamdan başqa o xəstə olanda onun ayaqlarına kimi yuyurdum. Yoldaşıma görə bütün bunlara dözdürəm, çünki onu çox sevirəm.